Yəni nə dərəcədə belə məsuliyyətsiz olasan ki, ayaq bu vəziyyətə gələr, demək olar sən neçə dəfə mənim yanımda olmusan. Gəlmirsən ölüm vəziyyətində dirilib getmirsən. Sənə deyə bilirsən ki, mən hər vəziyyətdə gedəndə doktor məni vəziyyətdən çıxaracaq. Amma bu vəziyyət o vəziyyət deyil. Burada da əməli başlı sən qanqren eləyib gəlmirsən ayağa. Yəni bu dərəcədə məsuliyyətsizlik olmaz. Yasamalda olursan, buradan bura keçə bilmirsən. Nə vəziyyətdir qardaş bu? Nə qalırsan bunu? Düşünürsən, nə yazın? Yaxından çəkib dənə buna. Ayağın altına da tabana qədər gəlib çıxıb hər bir şey. Topuğu da keçib buradan yuxarı. Yaşayırsınız da Allah'ın mısın? 39 temperatur, 40 temperatur, yat, gözlə. Skalpel qrupu ilə. Demək, sosial şəbəkədə mənim bu xəstəni danlamağım bir çox suallara gətirib çıxardı ki, bəziləri deyir ki, doktor düz eləyir, danlayır. Yəni bu bizim həkimlərin də ürək yanğısıdır, ifadə edirik. Əgər bir xırda bir yaranı sağaltmaq qısa bir müddət lazım olursa, ayaqda böyük bir yaranı, qanqrenanı təmizləmə və onun müalicəsini aparmaq həkim üçün də çox ağırdır, uzun müddətlidir. Xəstə üçün də bu çox uzun müddətli, deyək ki, bir əzab, stres nəticəsində hər ikimiz üçün deyək ki, problemdir. O nöqteyi nəzərdən xəstənin imkanı olub-olmaması əsas vermir. Müalicə tibbi sığorta üzərindən olunur. Deyək ki, biz hər şeyə pul tapırıq, hər şeyə deyək ki, bütün problemlərimizi həll edirik. Amma öz canımıza gələndə isə onu sabaha, bir günə deyək ki, erteleyirik ki, bu günləri heç nə olmaz, o bir işim eləyim, eybi yoxdur, sabaha sağalar, bir günə sağalar və nəticədə biz ayağımızdan oluruq. Ayaqla bir daha geri dönmür, ayaqda sabahları bir gün deyək ki, tapıb yerinə qoymaq olur. O səbəbdən bir xırda bir yara olanda da həkimə gəlmək lazımdır, müalicə etmək lazımdır. Hal-hazırda xəstəmizin vəziyyəti də stabildir. Gəlir, mütəmadi olaraq sarğılarımızı edirik. Düz deyirəm? Bəli. Cavandır, gələcəyə qarşıdadır. O nöqteyi nəzərdən biz də əlimizə gələn nə varsa edirik. Allah balonu sağlasın. Sağ ol.